Müəllimə, o zaman bu zero article mövzusunu, yəni sıfır article, artiklsız olan, yəni biz istisnaları öyrənəcəyik. Deməli, baxaq görək nə deyir burada. Cəm və sayılmayan isimlərdən ümumi anlamda işlənəndə, yəni ümumi anlamda danışılanda ümumiyyətlə artikel işlətmirik. Niyə? Gəlin baxaq. Cəm və sayılmayan isimlərdən. Ümumiyyətlə biz bilirik ki, cəm isimlərlə artikel işlətməyə ehtiyac yoxdur, amma bəzən işlədirdik. O hallarda növbəti keçən dərsimizdə öyrəndik. Burada baxaq görək nədir? Tutaq ki, deyir ki, life is complicated və yaxud da my sister loves horses. Mənim bacım atları sevir. Burada bu atlar sözünü biz niyə görə artikulla verək? Hər hansısa bir at, mən Z artiklı yazsam bura, bu o deməkdir ki, hansısa bir yerdə olan ad, nə bilim bizim evdə olan ad. Yəni burada bizə məlum olmaq üçün bir şey lazımdır da Z artiklini işlətmək. Amma ümumi anlamda mən deyirəm, mən atları sevirəm. Mən nə bilim heyvanları sevirəm. O zaman burada artikla ehtiyac yox. Və yaxud da deyir ki, some people say money is everything. Deyir ki, bəzi insanlar deyir ki, pul hər şeydir. Buradakı pul mənim cibimdəki, sizin cibinizdəki puldan danışmır. Ümumilikdə deyir ki, pul hər şeydir. Deməli, nədir bu? Ümumi anlamda danışır da. Yəni hər hansısa bir puldan danışmır ki, ora biz Z artiklı verək. Yəni desəm mənim cibimdəki pul, o zaman mən təbii ki, orada Z artiklı verəcəm. Və ya da bizim həyətdəki atlar, təbii ki, mən orada Z artiklı verəcəm. Amma belə ümumi anlamda danışılanda orada artikla ehtiyac yoxdur. Burası aydındır. Bəli. Aşağıdakı hallarda da artikl işlətmirik. Elm və fən adlarıdır, idman növləridir, küçə adlarıdır, şəhər adlarıdır, ölkə, qitə adları ilə say və yaxud da nömrə Harda göstərən, nömrə bəli, isimlərlə artikl işlətmirik. Burada ona işlətir. nümunə var. Baxın, English, Brown, Bəli. Myatt, Leo, yəni bunlar xüsusi isimlərdir də. Sonra baxın bu formada questions 10, yəni sıra sayıları ilə biz, miqdar sayıları ilə biz yenə də deməli artikl işlətmirik. Baxın, otaq 21. Nə otaq sözünün qabağında işlətmədik, nə 21-in qarşısında işlətmədik. Çünki miqdar sayıları ilə artikl işlənməz. Amma sıra sayıları ilə bilirik Hayır. ki, işlənir. Bəli. Aha, Bəli, sıra sayılarla işlənir. aha. Digər tərəfə baxaq. Deməli, aylar, Aynen. günlər, günün hissələri, yemək adları və dillərlə bilirik ki, Dillər artikl işlənmir. Amma işlənir. burada istisnamız var. Bu nədir? Bu da yenə də təsviri təyin gəlib. Yəni təyin gəlib, yəni sifət gəlib qarşısında. O zaman artikl işlənə bilir yemək adları ilə. Yəni misal üçün deyirəm ki, I had a big breakfast. Bu bilirsiniz nə mənaya gəlir? Deyirik, biz bir dənə qəşəng yemək yedim ki, yəni doyunca yedim o mənada. Yəni onu tərif edir, onu vurğulamaq üçün işlədir ki, bir dənə qəşəng, biz də deyirik, bir dənə qəşəng. Biz bir gilə yemək yemirik ki, normalda, düzdürmü? Bir Bəli. deyəndə bir dənə qəşəng yemək yedim ki, yəni o ümumiyyətlə vurğulayır ki, çox qəşəngdir də. Yəni vurğulamaq üçün istifadə olunur. Belə də yadda saxlamaq olar. Qarşısında təsvirici təyin gələndə yemək adları ilə artikl işlənir. Artikul işlədilir. Bəli. Ayın artikl işlənir. Amma qalan hallarda artikl işlətməyə Amma belə ehtiyac. təhlikdə işlənmir. Bəli, Məsələn, bəli, bəli. edinə, Z breakfast ya da e breakfast breakfast edilməz. demirik. Bəli. Bəli. Aha. Sonra baxırıq müəllimə next və last bunu keçən dəfə demişdim ki, zaman bildirən sözlərlə gələndə artiklsız işlənir. Burada indi var. Keçən dəfə mən bunu demişdim. Burada da var imiş. Zaman bildirən sözlərlə artikl işlənmir. Daha doğrusu next və last sözləri zaman bildirən sözlərlə işləndikdə artikl işlənmir. Amma başqa isimlərlə işləndikdə orada artikl işlənəcək. Z artiklı işlənəcək. Bir də baxaq görək burada nə var? Bəli, bunlar da ifadələrdir. Müəllimə necə əzbərləyə bilirsinizsə, siz əzbəri necə öyrənirsinizsə, indi hər Müəllimə, halın özünün çoxunu bilirəm bir bunların. qayda. Bu sadəcə çıxartdırmamışam. Ona görə biraz Aha. baxmadım. Bax, İndi bunlar hamısını birlikdə artiklsızdır. çıxartdırıb, bəli. Bəli, bunları çıxartdırın. Müəllimə əlinizin altında olsun qoy. Bunlar artiklsızdılar. Baxın, yəni go to church, go to school. School'a biz dedik nə vaxt artikl əlavə edirik? Nə vaxt etmirik? Skula. Məsəl üçün universitetə gedirəm, kollecə gedirəm, nə bilim, həbsxanaya gedirəm, xəstəxanaya gedirəm. Dedik bunu necə işlədirik Onda artiklini? artikul olmur.
Olmur. Bəs hansı halda olur? Bəli. Axı bax bir hal var olur, bir hal var olmur. O hal hansı idi? Keçən dərs müəllimə izah eləmişdim. Dedim ki, Yadıma çıxdı. universitetdir, məsciddir, nə bilim, xəstəxanadır, sonra elə burada köçdür, yəni kilsədir və sair kimi. Yadınızda qalmayıb müəllimə. Yadıma çıxdı. Aha, Bəlkə də dedim ha, bilirəm, müəllimə, yox yox, getdiyimiz yadımdan yerin çıxdı. üzvü isə, bəli, getdiyimiz yerin üzvü Hə. isə biz o zaman Z artiklından Üzvü istifadə isə o etmirik. zaman artikel istifadə etmirik. Amma Bəli. üzvü deyilsə artikel istifadə edirik. Aha, bu sadaladığımız yerlərin üzvü deyil isə artikl istifadə, Çox istifadə edirik. Bəli. üzvü deyil isə edirik, üzvü isə etmirik. Üzvü isə etmirik, üzvü Etmirik. deyilsə edirik. Aha, və belə başa düşün də müəllim, elə bilin ki, Z artiklı pasportdur. Biz hər gün atıram, evimizə gələndə bizi hamı onsuz da bilir də, bu Əsmər müəllimədir. Bu hər gün gedib gəlir bu məktəbə, misal üçün. Hər gün gedib gəlir. Məni tanıyırlar da. Mən hər gün ora pasport göstərmək Bəli. məcburiyyətində deyiləm. Yəni onlar məni tanıyır. Elə bilin ki, Z artiklı da pasportdur. O məni tanıyırlar. Mən hər dəfə demirəm I go to Z school, I go to Z school demirəm. Çünki mən oranın üzvüyəm. Yəni Üzvü. getdiyimiz yerin Bəli. üzvü isə biz ora Z aparmağa ehtiyacımız yoxdur. Amma üzvü Yoxdur. deyil isə Bəli. ora Z aparmağa ehtiyacımız var. Bəli. Yadda qaldı. Bəli. Aha, bax digərlərinə. Hə, burada əlavələr var. Gəlin burada baxaq. Burada da qeyri-adi əlavələr yoxdur. Elə öyrəndiklərimizdir. We say go to bed, yəni yatmağa getmək. Be in bed, yəni yataqda olmaq. Yəni bu halda biz artikeldən istifadə etmirik. Bəs hansı halda artikeldən istifadə edirik? Baxın müəllimə, yatağın üzərində oturmuşam. Elə bil ki, əşya kimi deyirəm. Mebel kimi deyirəm. Deyirəm ki, necə deyirəm, stolun üstündə oturmuşam. Və ya deyirik, there are a pen on the table. Stolun üstündə bir qələm var. Taxç, orada nə dedik? On the table dedik. Düzdürmü? Burada Bəli. da bu halda da biz onu əşya kimi istifadə ediriksə, yatmağa getmək, yatmaq kimi baxın, be in bed, yəni yataqda olmaq, yatmaq mənasındadır bu. Go to bed, yəni yenə də yatmağa getmək Otağa mənasındadır. getmək. Bəli. Elə bilin ki, buradakı bed yatmaq mənasındadır, sleep mənasındadır. Sleep mənasındadırsa, o zaman artiklsız olacaq. Amma əşya mənasındadırsa, o zaman artiklnan olacaq bu bed sözü. Yenə də deyirəm. Baxın, deyir ki, I sat down on the bed. Mən çarpayının üzərində sat down, oturdum. Hı. Nədir? Əşya kimi. Mən deyirəm, bunun Əşya kimi olanda artikel işlənir, amma əşya aha, kimi olmayanda işləmir. aha, bəli. Bax bunun o biri cümlədən bir fərqi, indi Yataqda deyəcəyim cümlədən bir olanda. fərqi yoxdur. Bəli. Deyirəm ki, I sat down on the table. Və ya da on the chair. Stol üstündə oturdum. Orada Z işlədirəm, burada da Z işlədirəm. Əşya kimi istifadə edirəm, baxın. Furniture kimi, Bəli. mebel kimi. Mebel. Aha, bəli, bu iki mənada burada belə. Baxaq digərinə. I go to work, be work. Baxaq görək burada nə Getmək. mənadır. I go to İşdə work, be olmaq. at work. Bəli, start work, finish work. Bu kimi ifadələr Sinifdə. Evet, artiklsız anladım. olacaq. Baxın, artiklsız Bəli. olacaq. Bəs nə zaman görək artikllə veriləcək? Baxın, nə deyir? What time do? Baxın, burada yenə də artiklsız. Yəni işdə olmaq, iş mənasında artiklsız olacaq. Belə yadda saxlamaq lazım. Ümumiyyətlə bilirik ki, iş sözü onsuz da birincisi sayılmayan isimdir. Artikllə Bəli. işlətməyə ehtiyac yoxdur. Artikel işləmir. Aha. Go home. Baxın, come home evə Evə getmək, getmək. evə gəlmək. Evə gəlmək. Sonra çatmaq, evə Əvvəlcən tərtib. çatmaq, evə qayıtmaq. Çatmaq. Baxın, heç birisində artikel yoxdur. Bunları da yadda saxlamaq lazımdır müəllimə. Hı. Aha, bircə tərəfə İyi, baxaq. ətraf. Burada da ki, isimləşmiş sifətlərdir. Bunları da yenə də keçmişik, amma burada da baxaq. Z, adjektiv, nə olur? Yəni bunlar isim özü isim deyil də, amma sonradan isim düzəldir bunlar. Yəni isimləşmiş sifət olur və Z artiklı ilə həmişə cəmdə olurlar bunlar. Yəni Düzəldir. özləri Bəli. S C filan qəbul artikeli işləmir. etmirlər. C Bəli. artikeli olanda həmişə cəmdə olur. Yəni, Aha, bəli. Yəni es qəbul özləri elə etmir. cəm deməkdir. Bəli, S-ə filan ehtiyac Bəli. yoxdur. Yiyəli də dedik ki, ofla düzəlir. Xəbəri cəmdə alar hər zaman. Burada o Hı. əlavələrdir. Digərlərinə baxaq. Baxaq görək. Deməli, note that we say the old.
not the old. Yəni old deyə bilmərik də, cəmdə deyə bilmərik, bunu dedik. The rich, the homeless, plural. Bəli, cəmdədir, biz onu cəmləmirik. Yəni bu bayaq dediklərimizdir. Bir də bəzi sözlər də var ki, onlar daha doğrusu xüsusi isimlər də var ki, onlar elə z artikli ilə cəmlənir. Elə buradakı kimi. The French, fransızlar. Nə bilim, the British, britishlar. Yəni ch, sh ilə bitənlər. Bir dəqiqə qələm getdi. Baxın müəllimə, ch, sh. Bunlarla bitən deməli xüsusi isimlər z artikli ilə cəmlənəcək. İndi biz bir dənə fransız adam desək, bir dənə fransız qadın desək, onda woman, mən woman sözündən istifadə eləyəcəyik. Okey, sonra baxaq görək nə var burada. Qeyri-adi heç nə yoxdur. Sonra yenə də ESE, double S bunlarla bitəndə də yenə də Z artiklı qəbul edir və bu formada cəmlənir. Hə, indi biz bir dənə Çinli desək, onda deyəcəyik H-Ines. Bu adi qaydadır. Bunlardan yəqin ki məlumatınız var. Usually Bəli. without Z. Buradakılar da müəllimə, burada gördüklərimiz. Baxın, Italians, onsuz da ehtiyac yoxdur onların Z-yə. Mexicans, sonra Thais, sonra yəni bunlarda Z-yə ehtiyac yoxdur gördüyümüz kimi. Yəni deyir, hər zaman onlar Z-siz işlənir, ə, özləri cəmlənirlər. Z Cəmlənir, ilə esləri. işlənənlər cəmlənmir, özləri zaten Z ilə cəmlənmiş formada olur. Bəli. Amma Z-siz olanlar isə cəmlənirlər. Ə, Hə, bəli, S şəkilsi qəbul edilir. Sonra burada baxaq görək nə deyir? Cases of the adjective. Aha, people are very friendly. Hə, biz bunlardan bir dəqiqə, hə, burada bunlar adjektiv, sifət rolunda çıxış edir. Demişik, yəni ismin yanında nə işlənirsə işlənsin, bu da sifət rolunda olur. Deyirəm ki, Mexican people, Meksikalı insanlar. Yəni burada Meksika sözü elə bilin ki, xüsusi isimdir, amma sifət rolunda çıxış edir. Yəni buradakı kimi bax deyir ki, in all cases you can use adjective. Yəni ki, bir bütün hallarda yəni people sözünün qarşısında işlədirsə, o artıq sifət sayılır. Sifət halını alır. Onsuz da ismin qarşısında işlədəndə sifət funksiyasında çıxış edir. Baxaq görək başqa qeyd. Müəllimə, bura qədər anlaşılmaz nəsə qaldımı? Xeyr. Aha, amma müəllimə mütləq baxın da. İnşallah işiniz Baxacağım mən. alınar. Amma mənə elə gəlir ki, siz demişdiniz ki, işim alınsa da alınmasa da ə, siz hazırlaşacaqsınız da səhv etmirəmsə elə bir Yox, şeydir. mən hazırlaşacağam. İnşallah ki, işiniz alınsın. Birinci növbədə əsas odur. Yəni öz işiniz olsun ki, siz də həvəslə Bəli. çalışasınız. O inşallah Allahın izni ilə. Amma İnşallah yəni Allah yenə də hələ ki köməyimiz olsun. bəli, hələ ki buna vaxt ayırırsınız, nə bilim, büdcə müəyyən qədər ayırırsınız. Ona görə də çalışın ki, boşa getməsin müəllimə. Yaxşı. Bura qədər nə anlaşılmaz bir şey qaldı mı müəllimə? Xeyr, başa düşdüm. Aha. Baxaq. Deməli bir şey qalmadı. Əsas hissələri. Müəllimə, amma növbəti dəfə oxuyun da. Yəni oxumayanda mən sual-cavab da eləyə bilmirəm.